Salam hörmətli izləyicilər, sizlə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovdur. Parkovka haqqında danışmaq istəyirəm. Bir neçə nəfər yazır ki, mən deməli parkovkaya gəldim, 15 dəqiqəsi havayı deyil, mənə cərimə yazdılar. Bu cərimədən sizi qurtarmaq üçün bir məsləhət vermək istəyirəm bilməyənlərə. Gələn kimi qeydiyyat aparın. Deməli qeydiyyat aparın, 15 dəqiqə pulsuzdur və amma qeydiyyat aparmaq lazımdır. Deməli, amma necə pulsuzdur? İş orasındadır ki, o qədər də pulsuz deyil. Çünki 15 dəqiqədən sonra 1 saat vuranda həmin 15 dəqiqə də hesablanır, 45 dəqiqə qalır. Əsas məqsəd isə odur ki, parkovkaya gələn kimi qeydiyyat aparın. Çünki deməli, aynanın maşınları da gəlirlər və onlar əgər qeydiyyat aparmamışsınızsa, maşının içindəsinizsə, yenə də sizə cərimə yazılacaq o dəqiqə. Əgər qeydiyyat aparmamışsınızsa gələn kimi. Diqqətinizə görə çox sağ olun.